Salam əziz abituriyentlər, bugünkü imtahan, yəni 9 mart 2026-cı ilin buraxılış vərəqəsinə baxırıq, görək necə düşübdür. Bizdə burada opposite istəyir, yəni antonimləri istəyir. Massive, nəhəng, large, böyük və onlar təbii ki sinonimdirlər. Mild yumşaqdır, soft da yumşaqdır, təbii ki onlar sinonimdirlər. Strong güclü, powerful güclü sinonimdirlər. Defensive, protective sinonimdirlər və təbii ki previous və next heç bir şəkildə sinonim deyirlər və mən burada yəni antonimdirlər. Previous əvvəlkidir, next isə sonrakıdır, növbəti deməkdir. B variantını doğru götürəcəm. The girl looked at herself in the mirror. The girl she'dir və she də olacaqdır. Herself the variantını doğru götürəcəm. The supervisor, burada to görmüşəm və başa düşürəm ki, expect-dən və ask-dan sonra to gələcəkdir. Let-lə make-i dərhal siləcəm. Gedirəm, davam edirəm və baxıram ki, which was taken by William was. Keçmiş zaman görmüşəm və başa düşürəm ki, the piano which was taken by William was the best one. Üstünlük dərəcəsində verəcəm əlbəttə ki, keçmiş zaman görmüş isimlərin qarşısına the article veririk və təbii ki, C variantı verəcəm. Some of the insects are harmful, but others are beneficial. Təbii ki, mən burada tərcümə etibarilə but verəcəm. Bəzi həşəratlar ziyanlı, digərləri isə faydalıdırlar. Cümlə qurmaq lazımdır və deyir ki, the girls have been making salad for 20 minutes in the kitchen. The girls have been making salad in the kitchen for 20 minutes və yaxud da ki for 20 minutes in the kitchen. For 20 minutes in the kitchen. Gedək görək harda başlayırdı. The girls 2-dən götürəcəm və 4 veribdir, sonra have been making salad veribdir. Burada in the kitchen verə bilmərəm. C variantı doğru olacaqdır. Və gedirəm növbətiyə. My niece speak by my nephew can. My niece can't speak French, but my nephew can və yaxud da ki əksinə olacaqdır. My niece can speak French, but my nephew can't. Doğru variant Y variantına gedəcəkdir. Nephew və ya nephew kimi də tələffüz olunur və çox sadə idi. To bother narahat eləmək deməkdir. To trust inanmaqdır. Alter isə dəyişməkdir və to bother olacaqdır. To annoy birə C gedəcəkdir. To trust inanmaqdır. To believe olacaqdır. To alter isə dəyişməkdir. To make changes doğru variant B-yə gedəcəkdir 3-də. Cavabı doğru variantın B variantı olacaqdır. Compound istəyir bizdən və baxaq ki, compound hansı olacaqdır? Information dərhal siləcəksən və who-du dərhal siləcəksən, meant-i dərhal siləcəksən, next-i dərhal siləcəksən. Doğru variantın shoemaker, mindset and snowdrow Y variantına gedəcəkdir. Do you know when? Bu complete əlbəttə ki, when he does his morning exercises. Has ola bilməz əlbəttə ki, does ola bilməz və when he has done ola bilməz və ondan sonra çünki present perfect gələ bilməz. Doğru variantım A variantı olacaqdır. How many documents did you sign? B variantı təbii ki doğru olacaqdır. How many documents did you sign? The professor talked. Talk'dan sonra to gələcəkdir. To his college about his students. Doğru variantım D variantı olacaqdır və the river is dən görmüşəm. Əntli cümlədə hər ikisi eynisinə gedəcəkdir. Wider and longer than that one. This river Y variantı doğru olacaqdır. Gedirik növbətiyə. Can't be changed. Çevrilə bilmir. Hansılar çevrilə bilmirlər? Hansılarda ki öz-özdən baş vermiş hərəkətlərdir və orada tamamlıq yoxdur, çevrilə bilmirlər. Alan went to the park to read. Deyir ki, o getdi parka. Hərəkətin icra edicisi özüdür. Və təbii ki, bu çevrilə bilmir. Bazar düzü is the highest peak. Deyir ki, ən hündürdür, zirvədə, ona görə çevrilə bilmir. Deyir ki, assess the presentation. The presentations are assessed. Bax, 3-ü çevirə bildi. Mən səli sevdə deyir, the deer were seen olacaqdır və 4-ü də mən çevirə bildim. Çevirə bilməyənlər 1-2 A variantı olacaqdır burada.
You'd better not buy these shoes. They will hurt you when you are walking. Və yaxud da ki, when you walk da olar. Təbii ki, mən hamısını sildim. Uzlaşmam gedəcəkdir. Gələcək zaman uzlaşması və sonra dərhal will have və uzlaşma olaraqdan will'ə görə will-ü siləcəm, idini siləcəm. B variantı doğru olacaqdır. Traveled a lot. Last year deyir ki, keçən il o çox səyahət elədi. Və burada da təsdiq inkar qısa təsdiqdir. Görək nə veribdi. And his sister did too olacaqdı. Çünki burada baxın, biraz fərqli versiyada veribdi, doğrudur. Lakin əgər bu təsdiqdədirsə, ikinci hissədə getməlidir təsdiqə. Təsdiqə getdiyəcəyi üçün sən dərhal neezini silərsən. But sənə, yəni düzgün tərcümə verməz. Əlbəttə ki, either yalnız inkar cümlələrdədir. So və neezinin bərabər işləməsi zaten mümkün deyildir. And his sister did too isə doğru variantım təbii ki, A variantı olacaqdı. Və baxaq birinci görək nə veribdi. To see or observe something happen deyir ki, bir şeyin baş verdiyini görmək və ya müşahidə eləmək. Və bizə deyir ki, birinci hissədən tapın bunu. Is one of the most fascinating and best-selling books of American literature. Her writing was bravely influenced by her childhood experiences in Mount Rockwell, where she witnessed. Bəli, burada olacaq təbii ki, to witness. Bir şeyə şahidlik eləməkdir. Çünki öz gözü ilə görmək və yaxud da ki, müşahidə eləməkdir. Passion həvəs deməkdir və baxaq görək ki, mənim sinonim ikincidə passion, ehtiras, həvəs, bir şeyə göstərdiyin hədsiz maraq mənasını ifadə edir. 28-də görək. Accepted into law. Her enthusiasm. Təbii ki, enthusiasm olacaqdır və doğru variantım enthusiasm olacaqdır. She left the university and və baxaq görək ki, hansı cümlədədir, deyir ki, universiteti tərk etdi və görək hardadır və her left. Oxuyaq, testimiz oxuyaq. Library is the author of one of the most fascinating and best-selling books. Deyir ki, ən möhtəşəm və ən yaxşı satılan kitabların müəllifədir. Of American literature, Amerikan ədəbiyyatında. Her writing was heavily influenced by her childhood experiences və deyir ki, onun deməli, her writing, onun yazısı güclü şəkildə, dərin şəkildə onun uşaqlıq təcrübələrindən təsirlənmişdi və she witnessed hardships and discrimination. Arada ki, o çətinliklər və ayrıseçkiliklərə şahidlik etmişdir. In high school, Lee developed an interest in English literature and became a member of the Literature Honor Society və deyir ki, artıq lisədə, yəni ali məktəbdə ikən o İngilis ədəbiyyatına böyük maraq göstərmişdir və Literary Honor Society-nin deməli üzvlərindən birinə çevrilmişdir. Şərəf cəmiyyətinin, yəni ədəbi şərəf cəmiyyətinin üzünə çevirmişdir. Maintaining her interest in writing, Lee contributed to the school's newspaper və deyir ki, özünün marağına yazıya, yəni dramaturgiyaya həsr edərəkdən və yaxud da göz marağına onu saxlayaraqdan o məktəblərin qəzetlərinə töhfələr vermişdir və also she was later accepted into law school. Baxmayaraq ki, o daha sonra hüquq məktəbinə qəbul olmuşdur. Her enthusiasm for writing never ended və onun yazıya olan həvəsi heç vaxt bitməmişdir. She left the university and decided to pursue her dream of becoming a writer və bu səbəbdən də o universiteti tərk edir və qərar verir ki, o yazıcı olmaq arzusunun arxasınca geçsin. Her first book, To Kill a Mockingbird, was a huge success və onun ilk kitabı, hansı ki bu şəkildə adlanır, onun ilk böyük uğuru olmuşdur. This timeless work has had a lasting impact on literature və deyir ki, bu zamansız iş deməli, onun ədəbiyyatında böyük təsirlər yaratmışdı. Addressing the topics like injustice, moral growth and empathy. Əsasən burada ədalətsizliyi və yaxud da ki, mənəvi inşa və yaxud da ki, empatiyanı adresləmişdi. Bu tipli mövzulara dəyinmişdi, vurğulamışdı. The novel To Kill a Mockingbird has been translated into about 40 languages with more than 1 million copies sold each year və deyir ki, bu novella 40 ilə tərcümə olunmuşdu və təqribən 1 milyondan çox da satış olmuşdu hər il. Afterwards, she was awarded the prestigious Pulitzer Prize for Fiction və ədəbiyyata görə daha sonra o Pulitzer
mükafatı ilə mükafatlandırılmışdır və she was also presented with the Presidential Medal of Freedom by President George Washington. Eyni zamanda da o deməli prezident medalına of Freedom by President George Washington tərəfindən təltif olunan prezident medalı ilə təltifləndirilmişdir. Bush in 2007 for her contributions to literature. George Bush tərəfindən 2007-ci ildə ədəbiyyata olan töhfələrinə görə deməli mükafatlandırılmışdı və later in 2015 Lee published her long-awaited novel və 2015-ci ildə isə onun çox gözlənilən bir novellası işıq üzü görür, çap olunur və which had been written before To Kill, hansı ki To Kill-dan əvvəl yazılmışdı. She left the university and decided to pursue her dream of becoming a writer and made her mind. Decide biz bilirik ki sinonim olacaqdır. Made her mind olacaqdır. Burada to pursue olubdu və to pursue əvəzinə biz verə bilərik to chase və yaxud da ki to follow her dream. To follow olsun. To follow her dream. Dream olmasın olsun her wish. Of becoming a writer. Of being a writer. Mesela bu qədər sadə, çətin bir şey yox idi əlbəttə ki. Dediklərimizdən çox sadə versiyada düşübdü. Hər kəsə uğurlar arzuluyorum. Düşünürəm ki, bunun öhdəsindən gəlmək çox sadə idi. Readinglərin cavablarını demirəm. Zaten əsas açıq suallarda readinglər zaten aydın məsələdir.